Gənclər savaşı rədd edir. İranda xalq küçələrdədir. ABŞ-da insanlar hökuməti sorğulamağa başlayır. Türkiyə daxilində siyasi fraksiyalar arasında daxili mübarizə alovlanır və bütün bəşəriyyət televizora baxaraq ölməyin gəldiyini hiss edir. Savaşın ağır sonuçları. Bu savaşda qalib yoxdur. İsrail tamamilə dağıdılmış, şəhərlərlə baş-başa. İran liderlərini itirib, xalqını itirib, gələcəyini itirib. Çin və ABŞ iqtisadi iflas, sosial anarxiya. Rusiya, federasiya artıq federasiya deyil. Türkiyə yaralı, amma hələ ayıq. Qan, darıntı, yetim uşaqlar, boş küçələr. Duyğusal və dini olaraq. Əgər bugün silah tutan əllər sabah körpə əllər tutacaqsa, biz nəyin uğrunda bu qədər insanı itiririk?